Dəyərli dostlar, və mən bugün birbaşa mövzuya keçmək istəyirəm və bugün bilirsiniz, iyun ayının biridir. Bu tarix bütün dünyada uşaqların müdafiəsi kimi qeyd olunur. Yəni bugün uşaqların beynəlxalq müdafiəsi günüdür. Bu uşaqların müdafiəsi gününü ne üçün bugün canlı olaraq mən sizlərlə birgə qərara gəldik ki, canlı sizlərlə görüşək. Ona görə ki, uşaqlarımız, balalarımız, övladlarımız bizim bu günümüz, sabahımız və gələcəyimizdir. Əsas məqsədi dünya ictimaiyyətinin diqqətini uşaqların müharibə təhlükəsindən qorunmasına, sağlamlıqlarla, sağlamlıq şəraitində yaşamasına, onların təhsil və tərbiyəsinə, inkişafına xüsusi olaraq diqqət etmək lazımdır. Və bugün də əlamatlar tarixi bir gün kimi də qeyd olunur. Bəli, övladlar qeyd etdiyim kimi balalarımız bizim Allah Taala tərəfindən olan bir nemətdir ki, Allah bizlərə onları bəxş eləyib. Allah hər bir evdə uşaq səsini, uşaq qığıltısını gətirsin. Allah Taala övladı olmayanlara övlad versin. Allah o bərəkəti, o səsi, o gözəlliyi inşallah bütün evlərə şamil etsin.